Hoş gördük sizləri əziz YouTube izləyicilərim. Sizlərə bu zonada 5 sotda 115 kvadratlıq super bağ evi təqdim eləyirəm. Qiymət super bir qiymətdir. 152.000 manat. Mən sizə indi daha ətraflı göstərim bütün bu olanları. Baxın, bu evimiz. Ətraflı sizə təqdim eləyirəm. Birinci başlayaq burada. Həyətdə sanitar qovşağıdır, texniki otaqdır. Bunlar hamısı var. Divarlarda istifadə olunan boya belə 10 il zəmanətlə olan boyadır. Döşəməsi metlaq deyil, kermogranitadır. Burada belə böyük bir yaşıllıq zonamız var. İstəsəz hovuz, istəsəz qazon, ya istəsəz nəsə söhbətkeş kimi də eləyə bilərsiniz. Parkovkamız rahat bir 5-6 maşın bura yerləşə bilər. Ev 4 bir tərəfə gördüyünüz kimi beləncə yaşıllıq üçün nəzərdə tutulub torfuna kimi, torpağına kimi dəyişdirilib. Arkada da eyni qaydada yeri var. Bax, budur. Baxın, boyanın keyfiyyətinə baxın. Ya Allah. Daxil oluruq evə, istipol kermogranitdə döşəmə. Qapılar rənginə kimi görürsünüz. Sağ tərəfdə salon nəzərdə tutulub. Bütün divar kağızlarda, çitalarda hamısı keyfiyyətli şəkildə işlənilib və Almaniya firmasına boylarıdır. Yəni sizə deyim, qapılar da keyfiyyətlidir və materialın keyfiyyətindən də əlavə əsas olan vacib amillərdən biri sənətkar sözün əsl mənasında sənətkar usta dediyimiz, yəni onların gördüyü işin səliqəsidir. Bura mətbəxdir. Aspiratoruna kimi baxın, hamısı yerləşdirilir. Yəni bu evdə videoda ola bilər ki, tam aydın şəkildə görünməyə bilər, amma ustalar çox keyfiyyətli şəkildə iş qoyublar ortalığa. Solda belə bir duş kabini, bütün moydadırı falan olan ümumi hamam otağıdır və 2 yataqdır. Bu bir yataq otağıdır. Baxın, buradan görsənir, yəni axıntı formasında olan aboydu divar kağızı. Zövqə görə olan bir şeydir, amma yəni dəhlizin rəngi də yaxşı seçilib. Ümumi bu həm texniki otaqdır, həm çamaşırxana kimi də istifadə edə bilərsiniz. Nə istəsə eləyə bilərsiniz, yəni krodovka qoyulub orada. Bu ikinci yataq otaqdır. Pərdələrdir, padogası falan, laminatı, hamısı yerində 152.000 manat. 5 sot paket kupça evin layihəsi kimi var. Super bir qiymətdir, bu zonada yaxşı da qiymətdir. Allah xeyrinizə versin.